Kitabbazlıq azlığı. Məşhur Akonin Facebook hesabında Guardian qəzetində çıxmış yekə məqalədən söhbət açıb. Həm də çıxartış video olan müəllif yazıb ki, The Pushkin Job adlı məqalədə 2022-23-cü illərdə Avropa kitabxanalarından antik Rus kitablarını uğurlayan cinayətkar dəstədən bəhs edilir. Oğrular əsasən Pushkinin sağlığında çıxmış kitablarını ələ keçirirlərmiş. Cinayətkarlar 2 milyon yarım funt dəyərində 170 cildi uğurlayıblar və yaxalanıblar. Bibliofil oğrular Gürcü əsilli olublar və Maksim adlı naməlum Rusiyalı sifarişçinin verdiyi tapşırıqları yerinə yetiriblər. Gürcü icraçılar həbsdə, Rus olduğu istisna edilməyən sifarişçi azadlıqdadır. Bu öz yerində. Əsas odur ki, əsl kitabların illər keçdikcə dəyər qazanması barədə əsatiri təsəvvürlər həqiqətlə səsləşdiyi təsdiqlənib. Doğrudur, dünyada müasir kitabların durumu ilə bağlı xeyli suallar var. Məsələn, YouTube video paylaşma platformasında Z dayı ləqəbli Türkiyəli bloger Ayhan Saloğlu paylaşdığı materialda bir müddət əvvəl keçirdiyi maraqlı sorğudan bəhs edib. O, Eminönü meydanında insanlara kitab oxuyub oxumadıqları ilə bağlı sual veribmiş. 100 adamdan yalnız 2-3 nəfər kitab oxuduğunu etiraf edib. Bəs bizdə vəziyyət necədir? Sentyabrın 30-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 1-dən 7-sinədək Bakı Expo mərkəzində keçiriləcək 11-ci Bakı Beynəlxalq Kitab sərgisi ilə bağlı mətbuat konfransı təşkil olunmuşdur. Azərtac xəbər verib ki, konfransda Mədəniyyət Nazirinin müşaviri Orxan Fikrətoğlu kitab sahəsini Mədəniyyət Nazirliyinin prioritet məsələlərindən biri kimi səciyyələndirib. O kitabın ekosistemində yeni investisiyalara fayda olduğunu diqqətə çatdırıb. Doğrudur, mən elə gəlir ki, mənzillərin əsl bəzəyi olan ailə kitabxanalarının çoxu ömrünü başa vurub. Bu yazını yazanda Tap.az saytına baxdım. Saytda mebel satışı ilə bağlı 23.135 elana rast gəldim. 1788 elanda çarpaylar, 4791 elanda masalar və oturacaqlar, 3250 elanda divanlar və kreslolar təklif edilirdi. Dolab və ya komod almaq istəyənlərin sərəncamına 1892 elan verilmişdi və cəmi 393 elan rəflərin satışı ilə bağlı idi. Üstəlik satışda olan rəflərin heç də hamısı kitab rəfi deyildi. Bir xeyli asılqan rəf, ayaqqabı rəfi ya da vitrin rəf satışı ilə bağlı elan vardı.